Salam. Belə bir suala baxaq. Bizə alkan verib. Molekulunda hibrid orbitalların sayı x, sigma rabitələrin ümumi sayı x-2, alkan üçün hansı ifadələr doğrudur? Biz ilk olaraq alkanın formulunu tapmalıyıq. Ona əsasən ifadələrin hansının doğru və yaxud da ki, yanlış olduğunu müəyyən edərik. Demək, alkanların ümumi formulu CnH2-nin üstəgəl 2 şəklindədir. Alkanlarda hibrid orbitalların sayını biz 4n əsasən tapırıq. Və 4n nəyə bərabərdir? Deyir x-ə. Həmçinin bizə deyir, molekulda sigma rabitələrin ümumi sayı x-2-dir. Ümumiyyətlə, açıq quruluşlu karbohidrogenlərdə, yəni sikli olmayanlarda ümumi atom sayından 1 çıxdıqda bizə ümumi sigma rabitəni verir. İndi bizim bu birləşmədə neçə atomumuz var? n üstəgəl 2, n üstəgəl 2. Yəni 3n plus 2 atomumuz var. Dedim, atom sayından 1 əksik bizə verir sigma rabitəni. Yəni 3n plus 1'dir. Sigma rabitənin sayı. Və 3n plus 1 də nəyə bərabərdir? Sigma rabitənin sayı x-2'yə bərabərdir. İndi mən x-in bu qiymətini gətirib yerinə yazıram burada. N'in qiymətini tapıram. 4n çıx 2. Buradan da n bərabər olacaq 3'ə. Demək, mənim n'min qiyməti 3'dürsə, alkanım nə oldu? C3H8 propan imiş. Hansı ifadələr doğrudur? 1 molun həcmi 22,4 litrdir. Bu qaz halındadır. Ümumiyyətlə, alkanlarda ilk 4 nümayəndə qaz halındadır. Və qaz halındadırsa 1 molun həcmi 22,4 litr həcm tutur. 1 doğrudur. Molekulunda 12 hidrogen atomu var. Görürəm ki, molekulda 8 hidrogen atomu var. 2 yanlışdır. Molyar kütləsi 58'dir. Propanın molyar kütləsini tapsaq, karbonun kütləsi 12'dir. Vururam 3'ə. 1 vur 8'dir, 8. Bu eləyir 44. Amma 3'də yazıb 58'dir, yanlışdır. Molekulunda 11 atom var. 3 üstəgəl 8 edir 11. Doğru olanlar 1 və 4. D variantı.